Bir əsrdən artıqdır ki, elm adamlarını valeh edən sirli kosmik varlıqlar olan qara dəliklər nəhəng ulduzların çökməsi nəticəsində yaranır. Onların yaratdığı möhtəşəm cazibə qüvvəsi o qədər güclüdür ki, yaxınlaşan hər şeyi, hətta işığı belə içinə çəkir və heç nəyin qaçmasına imkan vermir. 10 illiklərdir davam edən bu kosmik sirrin zirvəsi sayılan qara dəliklərin daxilində nə olduğu sualı həm sözün həqiqi, həm də məcazi mənasında hələ də qaranlıq qalır. Lakin indi Neil deGrasse Tyson'un fikrincə biz bu sirri açmağa heç vaxt olmadığımız qədər yaxınıq. Bəs qara dəliyin içində nə var? Sonsuz bir boşluqmu? Başqa bir kainata açılan qapımı? Yoxsa hər şeyin sonumu? Bu suallar nəsillər boyu fizikləri və astronomları məşğul edib. Ancaq artıq yeni nəzəriyyələr, inkişaf etmiş hesablamalar və olay üfüqü teleskopu kimi güclü müşahidə alətləri sayəsində cavablar heç olmadığı qədər yaxındır. İnsanlıq Günəşin kütləsindən ən azı 3 dəfə böyük ulduzların çökməsi nəticəsində yaranan, hər şeyi udan və son dərəcə sıx cazibə qüvvəsinə malik bir təklik, singulyarlıq nöqtəsinin mövcudluğunu müşahidə edə bilir. Bu təkliyin ətrafında qara dəliyin sərhədini müəyyən edən nəhəng bir zona yerləşir, olay üfüqü. Bu sərhədi bir dəfə keçdikdən sonra geri dönüş yoxdur. İşıq belə oradan qaça bilmir. Məhz bu nöqtədə bildiyimiz fizika qanunları işləməyi dayandırır. Elm adamları bu sərhədin o tayında nə olduğunu müzakirə edirlər. Einstein'in ümumi nisbilik nəzəriyyəsinə görə qara dəliyin mərkəzində bir təkillik mövcuddur. Burada cazibə qüvvəsi sonsuz hala gəlir, məkan-zaman hədsiz şəkildə əyilir və zaman, məkan kimi anlayışlar öz mənasını itirir. Lakin Neil deGrasse Tyson və digər aparıcı astrofiziklər artıq bu ənənəvi baxış bucağını sorğulamağa başlayıblar. Kvant mexanikası, simlər nəzəriyyəsi və informasiya paradoksu üzərində aparılan araşdırmalar göstərir ki, təkillik qara dəliklərin mütləq mərkəzi olmaya da bilər. Bəzi alimlər qara dəliklərin informasiyanı məhv etmədiyini düşünürlər. Əksinə, bu informasiyanın olay üfüqündə saxlanıldığını irəli sürürlər. Holoqrafik prinsip kimi tanınan bu fikir, qara dəliklərin sonsuz boşluqlar deyil, son dərəcə mürəkkəb informasiya anbarları ola biləcəyini göstərir. Bəs onların daxilində nə var? Ola bilsin ki, orada qəribə bir heçlik yox, cazibənin daha da çökməsinə imkan verməyən, Planck ulduzları adlanan egzotik və super sıx obyektlər mövcuddur. Bu halda qara dəliklər bir növ kosmik enerji rezervuarları ola bilər. Digər inqilabi nəzəriyyə isə dövrü kvant cazibə nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə qara dəliklər dipsiz boşluqlar deyil, bəlkə də bir məlumat xəzinəsi və ya başqa bir məkana açılan qapıdır. Hələlik qəti bir cavabımız yoxdur. Amma elmin irəliləyişi ilə bu kosmik sirlər heç vaxt olmadığı qədər açılmağa yaxındır. Bəs qara dəliklər kainatın müxtəlif nöqtələrini, hətta başqa kainatları birləşdirən tunellər ola bilərmi? Əgər bu doğrudursa, qara dəliklər sonsuz boşluqlara yox, yeni ölçülərə açılan keçidlər ola bilər. Lakin burada bir problem var. Soxulcan dəliyinin açıq qala bilməsi üçün mənfi enerji sıxlığına malik egzotik maddə adlanan bir maddəyə ehtiyac var və indiyə qədər belə bir maddə müşahidə edilməyib. Əgər egzotik maddə mövcuddursa, bu qara dəliklərin təbiətini tamamilə dəyişdirə və kosmik sirləri kainatlar arası məsafələrə çevirə bilər. Bu, təkcə fiziki bir əlaqə yaratmaqla kifayətlənməz, eyni zamanda maddəni, enerjini, hətta həyatı belə ötürmək mümkün ola bilər. Bəlkə də qaranlıqda gizlənən sivilizasiyalar qara dəlikləri rabitə və ya enerji istehsalı üçün istifadə edirlər. Əgər qara dəliklər başqa kainatlara açılan qapılardırsa, bu bizim kainatımız üçün nə deməkdir? Bu nəhəng cazibə obyektləri maddəni ən fundamental hissəciklərinə qədər parçalayır. Lakin bütün bu dağıdıcılığına baxmayaraq, qara dəliklər kainatın ən böyük sirlərini də özündə saxlayır ola bilər. Alimlər artıq fizikanı yenidən qurmağı zəruri edən, hər şeyi başdan sona yenidən sorğuladığımız bir dövrə daxil olublar. Və biz bu kosmik müəmmaları araşdırmağa davam etdikcə, təkcə kainatı deyil, öz mahiyyətimizi də daha yaxşı anlamağa başlayırıq. Sorğulamaq, maraqlanmaq və bilinməyənin arxasınca getmək bizi insan edən məhz budur. Əgər bu tip məzmunlardan daha çox görmək istəyirsinizsə, kanala abunə olmağı unutmayın.